Salam dostlar. Siz Gənclər Hara Baxır podkastını izləyirsiniz. Burada real mövzular, real fikirlər var. Əgər sən də fərqli düşünən birisənsə, elə indi kanalı takib et və bu yolun bir parçası ol. Salam əziz izləyicilər. Gənclər Hara Baxır podkastının yeni bölümündə xoş gördük sizləri. Bugünkü qonağımız fəlsəfə üzrə fəlsəfə doktoru Anar Qafarovdur. Salam Anar müəllim, xoş gəlmisiniz. Salam Emin bəy, salam, xoş gördük. Necəsiz? Sağ olun, necəsiniz, nətərsiniz? Təşəkkür edirəm, çox sağ olun. Yaxşı olasınız, dəvətiniz üçün təşəkkür edirəm mən də. Xoşdur, siz sağ olun. Sizə Anar müəllim ilk sualım bir fəlsəfəçi olaraq fəlsəfə ilə bağlı olacaq. Sizin mənə həyat fəlsəfəniz maraqlıdır. Siz necə xoşbəxtliyi necə axtarırsınız, tapmısınızmı? İstəyərdim bu haqqda danışaq. Maraqlı sualdır. Bu çox müzakirə obyektinə çevrilən bir məsələdir, xoşbəxtlik və hamı da xoşbəxtlik arayışındadır. Mənə görə xoşbəxtlik, bilirsiniz, həyat təcrübəm onu göstərir ki, xoşbəxtlik bir prosesdir. Açığı. Xoşbəxtlik anlıq hər hansı bir sevinç, xoşbəxtlik deyil sadəcə. Yəni o da xoşbəxtliyin bir parçasıdır əlbəttə, amma xoşbəxtlik özü-özündə bir prosesdir. Məsələn, belə deyim də sizə, mən səhər yuxudan özüm dura bilirəmsə rahat, yeməyimi yeyə bilirəmsə, işimə gedirəm, işimə tələsirəmsə, işdən çıxarkən evimə tələsirəmsə, bu xoşbəxtliyin ən önəmli belə göstəricisidir, belə deyərdim sizə. Dolayısıyla, bəli, bu həyat içərisində, məsələn, belə deyim də, xəstəliyimiz yoxdursa, şükür olsun, işdə məsuliyyətimiz varsa və işimizi görə biliriksə, aldığımız maaşı həqiqətən haqqını verərək halal çalışa biliriksə, halal yeyib, halal yaşaya biliriksə, mənə görə elə bu özü böyük bir xoşbəxtlikdir. Və bizə aid olmayan nəfəsimizi alıb verə biliriksə, ətrafımızda bizi sevən insanlar və bizim sevdiyimiz insanlar görərkən dərdimizi paylaşa biləcəyimiz, sevincimizi bölüşə biləcəyimiz insanlar varsa, yaxşı dostlarımız varsa, yaxşı tanışlarımız varsa, valideynlərimiz yanımızdadırsa, varsa, çünki yanımızdadırsa deyərkən, varsa deyərkən bunu sadəcə fizikal bir varlıq şəklində nəzərdə tutmuram. Dünyasını dəyişmiş valideynlər var, Allah rəhmət eləsin, onlara da buradan rəhmət diləyirəm. Onlar da həyat tərzləri ilə, uşaqlar yetişmə tərzləri ilə, onlara bəxş etdikləri sevgi ilə, qayğı ilə dünyadan köçsələr belə hər zaman övladlarının yanındadırlar. Bütün bu hadisələrin hamısını bir bütövlük içərisində dəyərləndirəndə, bir vəhdət içərisində dəyərləndirəndə mənə elə gəlir ki, insan xoşbəxtəm deyə bilməlidir. Və xüsusilə bilirsiniz də, varlıqlar içərisində mən həmişə dərslərimdə də qeyd edirdim ki, varlıqlar içərisində ölümünün fərqində olan, ölümünü bilən, bir gün öləcəyini bilən yeganə varlıq insandır. Amma bunu bilə-bilə yaşayır insan. Yəni, nə yaşadır insana? Ümidlər yaşadır, arzular yaşadır və eyni zamanda da inanc yaşadır. İnanan bir insan üçün həyatın hər bir keşməkeşində belə bir işıq ucu var. İnanan bir insan üçün. Çünki onun ümidi var, onun arzusu var, o gələcəyin mütləq işıqlı olacağına inanır, ümid edir və inancının obyektində də sonsuz və qüdrətli, qüdrəti bol, mütləq qüdrət sahibi bir varlıq varsa hələ, o mütləq və mütləq həyatda yaşamış olduğu bəzi, bəlkə də üzücü hadisələrdən belə bir işıq yolu tapa bilir. Və mənə elə gəlir ki, bütün bunların hamısını bir kompleks şəkildə dəyərləndirəndə elə insan xoşbəxt insandır. Hansısa bir məqamla məhdudlaşdırıla bilməz sadəcə. İnsan olaraq dünyaya gəlibsə demək ki, xoşbəxtdir. Ən böyük xoşbəxtlik də bilirsiniz nədir, ümumiyyətlə Emin bəy? Elə insan olaraq qala bilməkdir. Biz insan olaraq doğuluruq, amma bəzən o uşaqlığın, yəni uşaqlardakı o saf, incə, ülvi hisslər ki olur, o saflıq, təmizlik, onu sivilizasiyanın bizə vermiş olduğu rənglərlə bəzən itiririk. Bax, ən gözəl insan içində, ən xoşbəxt insan içində o uşağı öldürməyən insandır, o uşaqlığını öldürməyən insandır. Mənə nə gəlir ki? Çox doğru vurğulayırsınız. İnsan olaraq qala bilmək xoşbəxtlikdir əslində. Bəli. Bəzən ən çox bu gənclərdə bu sual yaranır ki, biz dünyaya gəlmişik. Bəs bizim əsas məqsədimiz, hədəfimiz nədir bu dünyaya gəlməkdə?
Enver, bu çox ciddi metafizik bir sualdır, fundamental bir sualdır. Mərhum şairimiz Bəxtiyar Vahabzadənin gözəl bir şeiri var, Allah ona rəhmət eləsin. Onun həmişə mənə düşündürür. Deyir, mən kiməm, mən nəçiyəm, eşqim diləklərimlə, niyə gəldim dünyaya, bu dünyada yerimlə. Və ya Nizami Gəncəvinin gözəl bir şeirindən bir misal gətirsək, deyir ki, özündən hər kim ki deyil xəbərdar, bir qapıdan girər, o birindən çıxar. Qapı tüstüsüzdür, pəncərə tozsuz, günəşə bir baxan tapılmaz əfsus. İnsan bu dünyaya gəldiyi kimi getməməlidir. Yəni, işlənməlidir bu dünyada insan. Həyat onu işləməlidir. Bəzən baxırsınız, insan gəlir, elə necə gəlib, elə də çıxır, gedir bu dünyada. İşləməyib həyat onu. Hardan gəldim, hara gedirəm? Bu ciddi bir metafizik bir sualdır. Bu sualı da çox az insan özünə verir, onu da deyim. Və bu sualın verilmə yaş dövründə genəlliklə 40-dan sonra olur. Çünki 40-dan sonra insan ölümü düşünməyə başlayır. Çox Niyə düşünmədiyi bir şey. Niyə yaşadım? Çünki o vaxta qədər yaşadığı bütün dövr ona bir anlıq kimi gəlir. Bir an sadəcə. Niyə gəldim dünyaya? Bu dünyada yerimlə. Biz hardan gəldik? Yəni, inancına görə dəyişir. Məsələn, mən inançlı bir varlıq olaraq Allahın məni bir şəkildə müəyyən səbəblərlə yaratdığını inanıram və metafizik bir əsasım, metafizik bir arxa fonum olduğunu düşünürəm. Boşuna da gəlmədiyimi düşünürəm. Düzdür, bu boşuna gəlmədiyimlə bağlı sualların müəyyən hissəsinə cavab verə bilirəm, amma bəzi hissələrində cavab verə bilmirəm, çünki o suallar mənə verilməməlidir, bəlkə də Tanrıya verilməlidir, Allaha verilməlidir. Amma bildiyim bir şey var, Allah məni bu dünyaya gətirib və bu dünyaya atam, anam vasitəsilə dünyaya məni var eləyib. Var olmaq özü özündə yoxluğa görə daha gözəl bir şeydir və bu varlıq içərisində mən öz varlığımı daha necə inşa edə bilərəm, bir insan olaraq necə qala bilərəm? Fərq etməz müəllim olaraq, əskər olaraq, zabit olaraq, mühəndis olaraq və s. həkim olaraq. Bunu dərk edə bilirəmsə, boşuna yaşamıram deməkdir və hardan gəlib, hara gedirəmmi də müəyyən mənada mənim üçün son da, axirət də mənim üçün hardasa müəyyən qədər bəlli olur ki, yəni mən bu yaşadıqlarıma görə müəyyən mükafatlarımı ala bilərəm və ya etdiyim səhvlərə görə müəyyən cəzalarımı da ala bilərəm. Amma hansıları ki, ala bilmirəm, hansıları ki, onun qarşılığını görə bilmirəm. Əminəm ki, bu varlıq sadəcə bu dünya ilə, fizikal bu dünya ilə məhdudlaşan bir varlıq deyil. Bu mənim şəxsən inanaraq və ciddən düşünərək, dərin düşünərək gəlmiş olduğum qənaətdir. Və fizikada da belə bir qanun var da, enerjinin itməmə qanunu. Bir enerji itməz, bir haldan başqa bir hala çevrilir. Hesab edirəm ki, bir şey varsa heç bir zaman mütləq şəkildə yox ola bilməz. Əgər mən inanıramsa ki, mənim varlığımın təməlində fon olaraq ilahi gerçəklik durur və o da əzəli və əbədidir. Əzəli və əbədi olanın feilinin əsəri olaraq mən də əzəli və əbədi olmalıyam. Yəni, əbədiyyətə də qovuşmalıyam. Amma bütün məsələ mənim o sonumun necə olması ilə bağlı olan məsələdir. Ona görə də mənə görə dünya mənim sonum üçün mənim tarlamdır. Yəni, axirətin tarlasıdır deyək də. Axirət axır deməkdir də. Dünya axirətin tarlasıdır. Mən bu dünyada nəyə əkib bitsəm, onu da orada becərəcəm və onu da orada alacam, nəticəsini alacam. Atalarımız çox gözəl buyurur, nə tökərsən aşına, o da çıxar qışığına. Yəni, məncə bu sual üzərində insanların əksəriyyəti düşünsə, bugün dünya mənəvi, nə də iqtisadi böhranla üz-üzə gəlməz. Heç əvvəl də gəlməzdi bəlkə də. Bəlkə savaşlar olmazdı. Bu biraz utopik bir şey olsa da, amma gerçəkdən də belədir. Çünki yaşanan bütün xaotik vəziyyətlər xarici aləmdə əslində hər bir fərdin, ki, fərd cəmiyyətinin önəmli bir üzvüdür, hər bir fərdin daxilində pozulan harmoniyanın məhsuludur. Əgər biz daxilimizdə o nizamı qura bilsək, daxilimizdə özümüzü var edə bilsək, xaricdə də bu qədər problemlər olmayacaq. Və gözümüz doyacaq. Nə istədiyimizi, nə üçün istədiyimizi bilmiş olacağıq. Hardan gəlib, hara gedəcəyimizi bildiyimiz üçün. Yəni, ən azından bu sualı özümüzə verdiyimiz üçün. Amma genəlliklə bu sualın konkret bir cavabı varmı? Bu da başqa bir məsələ. Bəli. Müasir dövrdə fikir verirsinizsə, uğurlu insanlar var dövlətdə görürlər. Sizin üçün uğur nədir? Uğurlu olmaq, bu haqda danışaq. Bəli, bu da çox. Bugün maşallah bütün suallar çox dərindir və həqiqətən düşündürücüdür, açığa deyim. Bilirsiniz, mən xoşbəxtliklə bağlı danışanda sonda belə bir fikir söylədim ki, xoşbəxtlik odur ki, mənə görə insan olaraq qala bilməkdir. Yəni, insan olaraq dünyaya gəldiyin kimi, daxili aləmindəki, mənəvi dünyandakı
uşaqlığı itirməmək. Yəni o saflığı, o dərinliyi itirməmək, o mənəvi məzmunu itirmədiyin zaman xoşbəxtsən. Eyni zamanda bu gün məsələn uğur texnologiyaları, uğur sənayesi deyilmiş bir sənaye var da bilirsiniz. Fərdi inkişaf kitabları və s. çox yazırlar bununla bağlı. İndi mən ad verməyəcəm, həm reklam olmasın, həm də xoş olmaz deyə düşünürəm, amma yəni ümumilikdə fikirləşirəm ki, bax bu qədər kitabları və gənclər bəzən mən bu işdə uğurlu olmaq istəyirəm, mən bu kitabı alım, oxuyum, bəlkə daha yaxşı olar. Xeyr, elə deyil. Əslində uğur sənayesinin özünün arxasında ciddi bir iqtisadi böhran yatır və bu iqtisadi böhran 1929-cu ildəki dünya böhranı ilə əlaqədardır. Dünya iqtisadi böhranı ilə əlaqədardır. Mən sizə deyim ki, bununla bağlı hətta bu iqtisadi böhranı əks etdirəcəyi, bununla bağlı deyək ki, yazılan əsərlər var. Məsələn, John Steinbeck'in üzüm deməli Qəzəbin salxımları deyə bir əsəri var. The Grape of Wrath deyə. Qəzəbin salxımları. Bu qəbildən çox əsərlər saya bilərik. Və ya yenə siyasətçisindən Franklin Roosevelt'in də yenə bu mənada bir əsəri var. Deyək ki, Yeni Müqavilələr adlı bir əsərdir. Çox sayda var. Bu əsərlərin hamısı həmin dövrdə Amerikada, xüsusilə Birləşmiş Krallıqda və Avropanın başqa yerlərində yaranan ciddi iqtisadi böhranlardan bəhs eləyir və bu iqtisadi böhranlar nəyin nəticəsində olur? Sistemin öz müvəffəqiyyətsizliyidir. Yəni cəmiyyəti idarə edən nədir? Böyük mexanizmlər, dövlətlərdə də, düzdürmü? Dövlətlərin və sistemlərin öz müvəffəqiyyətsizliyi bütün məsuliyyəti deməli kollektiv olandan çıxarır, yəni kollektivdən alır, qoyur fərdlərin üzərinə. Hansı ki, məsələn, Jean-Jacques Rousseau'nun deməli anlaşma, yəni ictimai anlaşma əsərinə baxdığımız zaman nə baş verir orada? Orada əsas tezislərdən biri budur ki, dövlət necə formalaşır və ya cəmiyyət idarə edən mexanizm necə formalaşır? Deyək ki, bizim müxtəlif arzularımız və tələblərimiz var. Biz bunları gerçəkləşdirmək istəyirik, amma bu arzularımızı gerçəkləşdirdiyimiz zaman tələblərimiz toqquşur, arzularımız toqquşur. Bunları idarə edən və cəmiyyətdə nizam-intizamı pozmayan bir üst mexanizmə ehtiyac var. Ona görə də siz də Emil bəy, mən də və ya da bir digər qardaşımız və bacımız da öz haqlarından vaz keçir, imtina eləyir. Bu haqları verir hara? Dövlətə, bir üst mexanizmə verir ki, sən idarə et artıq. O da öz hüquq sistemini formalaşdırır, hər kəsin haqq və hüquqlarını qoruyur, din və vicdan azadlığını qoruyur və s. Bir və ya iqtisadi azadlığını qoruyur və s. Əgər burada başarısız olarsa, deyək ki, həmin mexanizm, onda nə olur? Fərdlərin üzərinə atır məsuliyyəti ki, sən kapitalist sistemin də tam istədiyi şey budur. Çünki kapitalizm sisteminə qədər ictimai qanunlar, belə deyək də, ictimai rəy və ya ictimai mücadilə, sosial mübarizə, bunlar daha çox aktuallıq kəsb edirdi. Məsələn, biz klassik dövr, orta əsr ədəbiyyatına baxdığımız zaman da Farabinin Arau Əhli Mədinətil Fazil adlı əsəri ki, fəzilətli şəhərin sakinlərinin görüşlərinin prinsipləri adı belə gedir, əslində, yəni ilkələri, normları. Və orada da məsələn insanın necə olur ki, insan cəmiyyət içərisində yaşamağa məcburdur? Çünki insan özü-özünə yetərli bir varlıq deyil. Əl-insanu mədəniyyun bit-tabi. Bu Aristoteldən gələn insan sosial bir varlıqdır, insan siyasi bir varlıqdır ideyasından gəlir. Biz tək olaraq öz ehtiyaclarımızı qarşılaya bilmirik. Biz mütləq başqalarına möhtacıq. Zaten cəmiyyət də bu şəkildə formalaşır. Yəni amma bu ehtiyacların təmin olunması ilə yanaşı bizim hüquqlarımız, bizim müəyyən qədər münasibətlərdə ədalətin təmin olması üçün ki, bunun adına sosial ədalət deyirlər. Bu sosial ədalət olduğu zaman cəmiyyət bir cəmiyyət olur və bu sosial ədaləti təmin edən mexanizm də dövlət olmuş olur. Öz işini, öz öhdələrini icra edə bilməyəndə bu tip üst mexanizmlər və ya dövlət üstü mexanizmlər də ola bilər bu. O zaman nə olur? O zaman artıq bütün məsuliyyət yüklənir fərdə. Kapitalist sistem deyir ki, bəli, no pain, no gain. Məsələn, acı çəkməsən qazana bilməzsən. Yəni gərək qazanmasan və ya sən bacaracaqsan. Sən hər halda sənin başarısızlığın doğru yerdə, doğru zamanda doğru hərəkət etməməklə əlaqəlidir. O qədər adam tanıyır ki, doğru yerdə, doğru zamanda doğru hərəkət edir, amma uğuru qazana bilmir. Çünki əslində uğuru haqq etməyənlər, layiq olmayanlar, ləyaqətsizlər, belə deyək, sosial ədalətin olmadığı bir cəmiyyətdə gəlir, çıxır hansısa bir məqama, o birisi arxada qalır. Və hər kəs o qalibin haqqında danışır. Heç o arxada qalan, o qaranlıqla üzləşən insandan danışmır. Anlata bilirəmmi? Kapitalizm sistemi belə bir şey. Kapitalist sistem əslində bilirsiniz o qədər belə deyim də, deyirlər, məsələn, sən bunu et, sən uğurlu olacaqsan. Halbuki kapitalist sistem özü qeyri-müəyyən bir mühit formalaşdırır.
bilmirsən sabah necə olacaq. Tam da kvant fizikasının, mən həmişə deyirəm, təvəkkül edirəm. Kvant fizikasındakı o qeyri-müəyyənliklər ki var, tam da onun mənəvi aləmdə yaşandığı şey kapitalist sistemdədir. Nə edir? Qeyri-müəyyənlik yaradır. Qeyri-müəyyənlik yaradanda nə olur? İşte başlayırlar deyək ki, fərdi inkişaf sənayesini qidalandırmağa, qeyri-müəyyənlik. Bu qeyri-müəyyənlikdən istifadə edir, həyatın qeyri-müəyyən şərtləri, nəticələri necə ola biləcəyini təxmin edə bilmədiyim üçün fərdi inkişaf sənayesi yaranır. Fərdi inkişaf sənayesi də bunu qidalandırır və o da nəyi formalaşdırır? Maksimalist fərdi formalaşdırır. Bax, fikir verirsiniz, nə üçün bu günləri insanların əşyaları var ikən, çox əşyalar, məsələn, iPhone-ları olan insanlar çoxdur da, belə deyək, amma depressiyası da var. Məsələn, o gün bir sosial sorğu keçirtdim özüm bir təlimdə. Dedim ki, bir sosioloqun biri ortaya çıxır, deyir ki, bir telefon hansı xüsusiyyətləri ehtiva eləyir? Hamı demək olar ki, orada iştirakçıların əksəriyyəti eyni xüsusiyyətlərdən bəhs elədilər, funksiyalarından bəhs edər telefonun. Sonra dedim ki, çıxardın telefonlarınızı, cibinizdəki telefonları qoyun masanın üstünə. İstifadə edirsiniz mi o funksiyalardan? Yox, indi məsələ nədir? Görək, bu funksiyaları nəzərə alaraqmı bu insanlar bu telefonlara sahib olublar, yoxsa tamamilə fərqli bir amil mi var? Çünki bizim seçimlərimizdə, dəyərli Emin bəy, bizim seçimlərimizdə sadəcə biz elə başa düşürük ki, biz rol oynuruq, bizim iradəmiz rol olur. Xeyr, bizim seçimlərimizdə yeri gələndə sistemin özünün təlqinləri də rol oynayır. Və o sistemin təlqinləri gərəyi biz özümüz də fərqində olmadan özümüzü əslində istehlak eləyirik. Bahalı telefonlar almaqla, bahalı. Məsələ söhbət bahalı. Ola bilər ki, mən onu haqq eləməliyəm. Yəni, mənə bahalı telefon lazımdır, mənim işimi icra etməsi üçün. Amma sağlam bir fərd bunu düşünür. Mən bir əşyaya sahib olduğum zaman, əgər o mənim işimi görürsə, niyə ondan daha bahalısını alım ki? Anlatabildim mi? Bu da bir növ sosial medianın təsiridir. Bəli, sosial media var burada, bir də ümumiyyətlə mühit var. Məsələn, belə bir bu sorğumun nəticəsi bilirsiniz nə oldu? Aha. Əksəriyyətində çox bahalı telefonlar çıxdı. Yəni mən burada almayın demirəm. Sadəcə demək istəyirəm ki, insanların seçim məsələsi var. Bahalı telefonlar aldılar və bu bahalı telefonlar alıblar və baxıram deyirəm ki, sizin telefonunuzla, bax burada gördüyünüz bu telefon biraz daha qiymətə uyğun bir telefonun funksiyaları fərqli-fərqlidir. Yəni eyni funksiyanı icra etmək üçün almamısınız bunu. Yəni eyni funksiyadan faydalan. Deyir, bəli. Deyirəm, nə qədər pul vermisiniz? Bu qədər pul vermişəm məsələn ki. Deyirəm ki, görün arada nə qədər fərq var. Amma nə üçün bu telefonu almısınız? Çünki sosial gözlənti var. Sosial prestij var. Öz kimliyini ortaya qoymaq, göstəriş var. Amma o da bir yerə qədərdir. Bir müddətdən sonra nə olur? Bir müddətdən sonra bu bahalı telefonlar artıq onlar üçün böyük bir əhəmiyyət kəsb eləmir və ya bahalı maşınlar və ya bahalı nə bilimlər artıq onun üçün çox adiləşir və depressiyaya düşür insan. Niyə? Çünki insanın xoşbəxtliyi kənarda olan bir şeydən bağlantılı bir şey deyil sadəcə. O birinci daxildən başlayır. Anlata bilirəmmi? Daxildə, məsələn, sizin işinizə yarayacaq 2 əşya varsa, o əşyanı, məsələn, sizin həyatınızı, bütün zamanınızı daha az xərcləyib də o əşyanı əldə edə biləcəyiniz halda siz gedib daha çox özünüzü istehlak edəcək bir əşyanı almağı tövsiyə edirsinizsə özünüzə və daha sonra da bir müddətdən sonra öz dəyərini itirdiyi zaman siz daha çox böyük depressiya yaşayırsınız əslində. Və dolayısıyla bu da xoşbəxtliyə mane olan təməl əngəllərdən, maneələrdən biridir. Dolayısıyla Emin bəy, burada məsələ nədir? Xoşbəxt ola bilmək üçün, ümumiyyətlə uğurlu ola bilmək üçün birinci növbədə kimsənin nəsə deyəcəyini nəzərə almadan, təbii ki, yaxşı anlamda deyirəm. Əlbəttə ki, pis hərəkət etdiyimiz zaman ictimai qınaq dediyimiz bir hadisə var. Amma kimsənin nə deyəcəyini nəzərə almadan yaxşı insan olmaq istəyirsənsə, əgər doğrusansa, həqiqətən də bilirsən ki, etdiyin ümumi doğruluq prinsipinə, əxlaq qayda qanunlarına və ya ictimai normlar var da, məsələn, müəyyən ictimai normlar var ki, onlar olmazsa olmazdır. Bunlara uyğundursa, kiminsə nəsə deyəcəyinə görə hərəkət etməməlisən. Bax, gerçəkdən də özgür olmalısan. Amma bunun üçün əlbəttə ki, sistem də özgür olmalıdır da. Yəni, səni məsələn, hansısa bir fikirə görə damğalamamalıdırlar. Sən özgür, əslində sənin niyyətin təmizdir, amma sən deyirsən ki, bunu mən buna görə deyirəm ki, yəni gözəl bir cəmiyyət olsa, amma kimsə hansısa bir sözünə bir məna çıxarır, onu fərqli şəkildə yorumlayır və sizi fərqli şəkildə deyək ki, təqdim etməyə çalışır. Bu bir mənada həm fərdi işdir, Emin bəy, uğur qazanmaq, həm də ictimai bir yanaşmanın nümunəsidir və mənə elə gəlir ki, ən uğurlu olmaq da nəticə etibarən bunu deyim ki, uğurlu insan elə insan olaraq qala bilməsin. Ən böyük uğur insan olaraq qala bilməkdir. İnsan olaraq qala bilirsinizsə, ən böyük uğurunuz odur. Yəni, mən necə xəstələr görmüşəm ki, valla, alicənablığını itirməyib. Alicənablığını itirməyib. O, öz xəstəliyinin yaratmış olduğu aqressiyanı kimsəyə yansıtmağa çalışmayıb.
Bax, bu başqa bir şey. Bu uğurdur məncə. Bəli. Budur bütün uğur. Hələ əgər siz həyatın sadəcə fizikal dünyadan ibarət olduğunu düşünmürsünüzsə, varlığın davam edəcəyini düşünürsünüzsə, məncə bu çox önəmli bir məqamdır. Yeri gəlmişkən, bayaq maddi zənginlikdən danışdıq. Bəli. İndi isə istəyirəm mənəvi zənginliyə toxunaq. Bunlar arasında balans necə qorunmalıdır? Sözsüz ki, insanın ontoloji bir varlığına baxmaq lazım. Yəni onun insan necə bir varlıqdır? İnsan sadəcə ruhdan ibarət deyil, insan mənəvi bir deyək ki, varlıqdır eyni zamanda. Bizim mənəvi qidaya ehtiyacımız olduğu kimi bioloji ehtiyaclarımız var, fiziki ehtiyaclarımız var. Maslovun məsələn o insan ehtiyaclarının iyerarxiyası ilə bağlı o üç bucağına baxdığımız zaman təməldə gəlir fiziki ehtiyaclarımız. Yəni biz ilk növbədə maddi, bioloji, deyək ki, maddi tələbatlarımızı təmin etməliyik, minimal səviyyədə ən azından. Daha sonra mənəvi məsələlər haqqında düşünmə imkanımız olur. İnsan olaraq belə yaradılmışıq. İnsanın mənəvi qidaya ehtiyacı olduğu kimi maddi qidaya da ehtiyacı var və bunlar bir-birini harmonik şəkildə yola verməlidir. Yəni bunlar arasındakı münasibət harmoniya olmalıdır aralarındakı münasibətlərdə. Bəzən fizikal dünya, yəni maddi ehtiyaclar o qədər bəzi insanların gözünü tutur ki, onların bəsirəti, insan ola bilmə bəsirəti bağlanır. Yəni mənəvi ehtiyaclarını unudurlar. Sonra bir də baxırlar ki, ruhları yoxdur bədənlərində, artıq o ruh deyə bir şey yoxdur, robot olublar. Yəni süni intellektdən daha təhlükəlidir belə insanlar, açıq edeyim. Bir günləri belə bir hekayə var. İskəndər öz ordusuyla hücuma keçir, atlarla sürətli qaçırlar və birdən İskəndər dayanır. İskəndərin müəllimi bilirsiniz, Aristotel olub. Fərqli rivayətlər var bundan bağlı, danışacağım hekayə ilə bağlı. Ordusu soruşur ki, İskəndər niyə durdun da? Komandirlərindən deyir ki, niyə durdun? Deyir ki, o qədər sürətli qaçdıq ki, ruhlarımız geridə qaldı. Modern dünyanın insanının əsas problemi də budur. Görünən mənzərə budur. Çox sürətli qaçırıq. Həz və hız toplumu. Yəni, həz və sürət cəmiyyətiyik. O qədər sürətli qaçırıq ki, ruhlarımız geridə qalır. Unuduruq. Və əslində insan ola bilmənin təməl esprisi, təməl meyarı onun özünü itirməməsidir. O öz dediyim şey Yunus Əmrənin dediyi kimi ki, o daxilimizdəki məndir. Ruh dediyim şey odur. O mən, daxili mənimizdir, şəxsiyyətimizdir. Şəxsiyyət bütövlüyümüzü itiririk, ruhumuzu itirdiyimiz zaman. Nə istədiyimizi bilmirik. Elə bir yerə qaçırıq ki, bir də baxırıq ki, elə bir qaranlıqla üzləşirik ki, sonra o qaranlıq fondan işığa çıxma imkanımız, fürsətimiz olmur. Dolayısıyla maddi ehtiyaclarımızı, məsələn, bir insanın dünyada yaşaması üçün bəli, gözəl bir ev ehtiyacı var, gözəl bir miniyə bəlkə ehtiyacı var, ən önəmlisi gözəl bir qidaya ehtiyacı var, sağlam bir qidaya ehtiyacı var. Bugün sağlam qidanın özü də böyük bir problemdir, yəni. İnsanın, buraxın sağlam düşüncələri tapması, sağlam qidanı tapması da çətin bir şey, çətinləşib. İnsanlar çoxalır, nüfus artır. Bu ümumi dünya problemidir. Amma yenə də biz çalışırıq ki, sağlam qida ilə bəslənək ki, xəstələnməyək və s. Yaxşı, sağlam qidanı axtarırıqsa, niyə sağlam dünya görüşünü axtarmayaq ki? Yəni, axı bu insanın iki təməl ehtiyaclarından biridir və bəlkə də ən önəmli ehtiyaclarından birisidir. Yəni, biz maddi mənfəətlər uğruna o qədər bəzən aşırıya, ifrata gedirik ki, qarşımızdakı insanı, başqa bir canlını və ya nə bilim, həyatı yaşama haqqı olan bir varlığa yaşama haqqı tanımırıq bəzən. Yəni, insanlıq olaraq genəlliklə, ümumiyyətlə belədir, dünyanın vəziyyəti budur. Yəni, biz bu qədər konferanslar, bu qədər tədbirlər, bu qədər dünyaca məşhur, deyək ki, birlikdə yaşamaqla bağlı, kültürü ilə bağlı, formalaşması ilə bağlı, ədəb, ərkən qaydaları, əxlaq simpoziumları və s. Bütün bunlar hamısı əslində nəyə xidmət edir? Ona xidmət edir ki, insan mənəvi olaraq dünyasını inşa etsin. Amma insanlar bundan necə dərs alır? Məncə çox az dərs alır. Və Allah Taala'nın Quran-ı Kərimdə qeyd etdiyi bir ayət var. Çox maraqlıdır. Bir toplum özünü dəyişdirmədikcə biz onu dəyişdirmərik. Və ya fəmən ya'məl misqalə zərrətən xeyrən yara. Yəni əslində hər etdiyimiz əməlin, zərrə qədər etdiyimiz əməlin bir qarşılığı var. Bununla Allah Taala bizə fərdi məsuliyyəti də yüklüyüb.
Yəni hər birimizin fərdi bir məsuliyyəti var. Və bu fərdi məsuliyyət sadəcə yerlə bağlantılı bir məsələ deyil, göylə də bağlantılıdır. Göy deyəndə fizikal bir göyü nəzərdə tutmuram. Göy üzərini nəzərdə tutmuram. Yəni metafizik, ülvi bir tərəfi var insan həyatının. Biz o ülviliyimizi itirdiyimiz zaman sufli aləmdə məhv olub gedirik. Yəni onu da qeyd edə bilmək üçün insanın özü haqqında fikirləşməsi lazımdır. Nəsimi Nizami də deyir, nəqşini bilməyən fanidir, fani, baqi say bu nəqşi bilən insanı. O özündən hər kim ki deyil xəbərdar, bir qapıdan gəlir, o birindən çıxar. Şeirin davamında verir. Yəni nəqşi nədir? O nəqşimizdə, bizim varlığımızda metafizik o ülvilik gizlənir. O ülviliyi kəşf etmək lazımdır. Və ya yenə Nəsimidə deyir ki, surət-i nəqşində hər kim görməsə nəqqaşını, vahidi surət onun gözsüz yaratmış başını. Yəni o insan ki öz daxili aləmində o ülvi mənini kəşf eləyə bilmirsə, onun bəsirəti bağlanıb, o kordur yəni. Dolayısıyla özümüzü kəşf etdiyimiz zaman özünü bilən Rəbbini bilir. Rəbb orada tərbiyəçi anlamda görürsünüz. Bax, mən arafə nəfsəhu fəqad arafə Rəbbəhu deyir. Bunun əsli budur mətnin. Nəfsini bilən, yəni özünü bilən Rəbbini bilir. Rəbb niyə görə Rəbb deyir? Orada Rəbb tərbiyə edən, tərbiyəçinin adıdır da, yəni onu simvolizə edir, təmsil edir. Yəni özünü necə tərbiyə edəcəyini də əslində öyrənir bir mənada, özünü bilən adam. Çünki qaranlığını görür, işıqlı tərəflərini görür, qaranlıq tərəflərini görür və o qaranlıq tərəflərdən nəyi inkişaf etdirə biləcəyini kəşf edir və onun üzərində çalışır. Və belə insan əslində həm də uğurlu insandır və belə insan eyni zamanda o insan xoşbəxtdir ki, bunu əvvəlki suallarınızla bağlasaq, o insan xoşbəxtdir ki, o insan uğurludur ki, o maddi və mənəvi ehtiyaclarını harmonik bir şəkildə qarşılaya bilir. Heç birinin bir-birinə üstünlüyü yoxdur. Siz eyni zamanda Azərbaycan İlahiyyat İnstitutunda kafedra müdürüsünüz. Mən sizə belə bir sual vermək istəyirəm ki, bu müasir dövrdə gənclərin əksəriyyətində ateizm, deizmə doğru yönəlmələr görülür. Sizcə bunun səbəbi nədir? Gənclər niyə bura meyl eləyir? Dinə yox, ateizmə, deizmə. Bu bir balaca mənə elə gəlir ki, gənclər düzdür meyl eləyir, amma bu biraz da modaya çevrilib. Aha. Yəni məsələn deist adama soruşsan ki, niyə deistsən? Çox da əsaslandıra bilməyəcək. Müasirliklə bağlı. Sadəcə müasirliklə bağlı. Hə, müasir takılıram. Türklər demişkən. Hə, deistəm, mən də deistəm. Qardaşım, deizm nədir? Yəni açıb oxudunmu deizm nədir? Ateistəm. Tamam, ateistsən də bir dənə gərgin bir hadisə ilə, qorxulu bir nüansla qarşılaş. Bir qəza törət, məsələn, birini maşınla vur, Allah qorusun. O da bir yaralansın. Baxım görüm nə qədər ateistsən. Mən bu tip şeylərə açığı da, təcrübələrim onu göstərir ki, və görmüşəm də, şahid də olmuşam. Yəni, məsələn, deyək ki, bir insanın, deyək ki, ateizm kimi təqbil edir, amma imtihana gedir, deyir, Allahım, sən özün kömək ol, gedən, bəs, hanı? Yəni, buradan belə bir sual da, acaba Allah Taala və ya yaradıcı, bunun adına nə deyirsinizsə deyin, müqəddəs güc, nə bilim, logos, məsələn, qədim Yunan fəlsəfi əsərlərində, logos, tamam, ağıl, üst ağıl. Yəni, insanda mütləq ona bağlayacaq nəsə bir şey yaradıb onun daxili aləmində. Məsələn, Romalıların, əski ətikdə Romalıların, səhv etmirəmsə, 12-ci ayəsidir, yanlış xatırlaya bilərəm, 5-ci ayəsi ola bilər. Deyir ki, biz deyir, insanın daxilində həqiqətə şahidlik edəcək ona, yəni bu kitabda yazılı olanlara şahidlik edəcək bir şey yaratdıq. Adına vicdan deyirik biz onun, consciousness dediğimiz, yəni şuur, fərqindəlik. Sonra Quran-ı Kərimə baxıram, Rum surəsində 30-cu ayəsində və digər surələrdə, Şəms surəsi 9-cu ayədə deyir ki, nəfsini deyir, məsələn, deyək ki, təmizləyən nicat tapacaq. Sonra deyir ki, üzünü, deyir, dində, deyir, həqiqət yolunda olanlar üzünü deyir, dinə, Allahın yaratmış olduğu fitrət, dinə, vergül, yəni və ya tire, Allahın yaratmış olduğu fitrətə çevirsin. Demək ki, bizim fitrətimizdə bir təmizlik var. Bizim fitrətimizdə doğru ilə yanlışı seçə biləcək bir tərəfimiz var. Yəni, bir inana biləcək bir tərəfimiz var. Və insanın ümumiyyətlə, ontolojik olaraq insan necə bir varlıqdır deyə bir sual versək, Emin bəy, yəni ki, siz də qəbul edirsiniz ki, insan bəli, ağılı varlıqdır, insan sosial varlıqdır, insan bəzən rasional varlıqdır və eyni zamanda insan inanan bir varlıqdır. İnsan əvvəlin axırını sual verən bir varlıqdır, düşünən bir varlıqdır. Bütün bu inanca cavab verən şey nədir? Fizikadır, kimyadır, yox. Hamısıdır, ya fəlsəfədir, ya da dindir. Yəni, dini dünya görüşünün ona görə də insanlığın tarixi qədər qədim olması heç də təsadüfi deyil bu mənada. Yəni, dinin tarixi də insanlığın tarixi qədər qədim. Çünki insan inanan bir varlıqdır. İnsan inanmaq istəyən bir varlıqdır. İnsan axırını düşünən bir varlıqdır.
Və ona görə də yəni əvvəllə axır məsələsi istənilən bir insanı düşündürdüyü üçün insan inançlı bir varlıqdır. Nə qədər də hansısa bir hadisəyə görə, hansısa bir yaşadığı bəlkə də bir hadisədə, bəlkə də o anda Allahı deyər ki, mən inançsızam, mən ateistəm, amma yenə başqa bir hadisə yaşayar, onda artıq hər şey ortaya çıxa bilər. Və deizmin əslində ortaya çıxması və gənclərin əksəriyyətdə belə bir şeyin olması iki təməl səbəb ola. Ola bilər ki, indi məsələn kimlərsə onlara nəyisə təlqin eləyir. Onlar deyirlər ki, yox, mən bu deyək ki, rituallardan uzaq qaçmasam. Mən sadəcə Allaha inanıram, tamam. Onun müdaxiləsinə inanmıram. Amma desən ki, bunun sənin tamam deyilsən, bunu qəbul edirəm. Zaten multikultural bir mühitdə hər kəsə yaşama haqqı tanındığı kimi, hər kəsin fikrinə, azadlığına, din və vicdan azadlığı var da. Yəni hər kəsin fikrinə hörmət etməliyik. Yaxşı qardaşım və ya bacım, sən deyilsən. Bu deizm inancında olman sənin həyatında nə kimi yenilik eləyir, nə kimi faydası var? Desən cavab verə bilməyəcək əksəriyyəti. Bax, mən sizə əmin edirəm, anket eləyək, cavab verə bilməyəcək. Yəni sorğu keçirsək, amma halbuki bu var. Bəlkə də deistlər bu cavabı verə bilər. Yəni mən bütün məsuliyyəti öz üzərimə alıram. Bir insan kimi Allah Tanrı məni yaradıb bu dünyada və çəkilib durub bir qıraqda, bir sistemdir, işləyir. Bu sistem içərisində mən də çalışmalıyam, nəsə bir şey etməliyəm. Amma deizmin özündə axı əsasında belə bir şey. Yəni deizmin özündəki tanrı təsəvvürü mexaniki bir tanrı təsəvvürü olduğu üçün onun yaratdığı dünya da mexanikidir. Yəni determinizm içərisində cərəyan edir bütün hadisələr və bu dəyişməz bir determinizmdir. Dəyişməz bir determinizmdə nə duaya, nə də hansısa bir müsbət enerjiyə gərək qalmır. Yəni mən bir şey haqqında yaxşı fikirləşim, yaxşı olacaq. Çünki zaten hər şey bəllidirsə əvvəlcədən, onda daha nəyin mükafatını, nəyin cəzasını alacağıq biz. Və deizmdə də ona görə bu mükafat və cəza məsələsi yığışır. Bu sadəcə insan bu dünyada yaşayır, müəyyən səbəblər çərçivəsində, müəyyən hərəkətlər üçün müəyyən nəticələrə gedib çıxacaqdır. Amma bunu həmin o gənclər əsaslandıra bilməyəcək. Sadəcə bir modadır mənə görə. Və inancsızlar da ki, indi o da təbliğ olunur genəlliklə. Amma mən sizə bir söz deyim mi? İnansız toplumun qurtuluşu yoxdur və heç bir toplum inansız deyil. Bugün biz deyirik ki, qərb dünyası. Mən bir neçə ölkədə olmuşam. Mən sizə əmin edirəm ki, yaxın zamanda çox yəni bir neçə ay əvvəl Viyana Universitetində idim və şəhəri bir gəzdim ümumiyyətlə. Orada ibadət yerlərinə gedən insanları gördüm və s. Yəni inansız Amerika Birləşmiş Ştatlarında da eynidir. Bir neçə ştatında olmuşam, eyni şeyi müşahidə eləmişəm. Bazar günləri özəlliklə insanlar, biz deyirik ki, bu qərb toplumları artıq inkişaf eləyib, bunlar artıq bu dindən uzaqlaşmaq lazımdır. Bu bilirsiniz nədir? Orta əsrlərin zehniyyətidir bu. O keçib artıq. Avropa o şeyi aşıb, qərb dünyası. Avropa artıq bu günlər qərb dünyası bilirsiniz hara dönür? Sufizmə dönür, mistisizmə dönür. Yazılan məqalələrə baxdığımızda, biz indi elm adamı yox da görürük, araşdırırıq. Yazılan məqalələrə baxırsınız, görürsünüz ki, sufizmlə, mənəviyyatla, dərin mistik məsələlərlə çox ciddi şəkildə maraqlanmağa başlayıblar. Anlata bilirəm? Bəli. Çünki buna ehtiyacı var insanın. Maddi aləm, maddi ehtiyacların təmin olunması insanı mütləq şəkildə xoşbəxt eləyə bilmir. İnsan fərqli bir metafizik arayış içərisində olur. Demək ki, insan boşluğa düşən kimi məbədlərə üst tutur. Kəsinliklə. O boşluqla boşluqla üzləşməyimiz problemli bir məsələ deyil. Üzləşək. Ondan da qorxmayaq. Məsələn, Martin Heideggerin əsərlərinə baxdığımız zaman orada Dasein var məsələn. Heçliklə üzləşən insan, Dasein. Heçliklə üzləşən insandır, o qaranlıq fonu ilə üzləşir və oradan özünə çıxış yolu tapmağa çalışır. Biz o qaranlığımızı görmək istəmirik. Bəzən də etiraf etmək istəmirik o qaranlıq tərəfimizi. Bax, ciddi şey budur. Demirəm kiməsə etiraf edək. Özün özünə etiraf etməlisən. Çünki bunu hardan bilirik? Bax, məsələn, cəmiyyətdə baxır, bir məsələ olur, hamı başqasını suçluyur. Deyir ki, siz gün. Özündəki günahı görmür, özündəki təqsiri görmək istəmir insanlarımız. Bu, ona görə də münaqişələr yaranır, ona görə də depressiyalar, ona görə də lazımsız gərginliklər yaranır toplumda. Bu kimə lazımdır axı? Aydındır, yəni budur məsələ. Bəzən çox uzun cavablar verə bilərəm, amma fikrimi əsaslandırmaq üçün xüsusilə hiss etdiyim şeyləri əslində sizə həqiqətən də deməyə gəlmişəm. Çox gözəl. Buyurun. Bir filosof olaraq sizə digər sualımı vermək istəyirəm. Sizcə fəlsəfə insan imanını gücləndirirmi? Əvvəla onu deyim ki, filosof olmaq böyük bir məsuliyyətdir. Yəni mən özümü filosof hesab etmirəm. Mən fəlsəfənin fəhləsi hesab edirəm. Emin bəy. Filosof olmaq bilirsiniz nədir? Mən sizə deyim. Heç bir şeyə baxmadan, hər zaman bildiyin doğruları çəkinmədən, heç bir zəncirdən çəkinmədən söyləyə bilməkdir. Həqiqəti hiss edib dilə gətirə bilməkdir.
cəmiyyəti sadəcə populist mövzularla deyil və ya kimlərinsə xoşuna gələcək, onlara romantik duyğular yaşadacaq fikirləri dilə gətirmək deyil filosofluq. Filosofluq çox dərin, həm mənəvi boyutu olan, həm də ciddi, rasional boyutu olan və sistemli düşünməni də özündə ehtiva edən bir kimlikdir. İnşallah yaşayırıq, bəlkə bir müddətdən sonra haqq eləyərik deyə, bilmirəm. İkinci məsələ, sualınız bu idi ki, fəlsəfə-din münasibətləri çərçivəsində, inanc, ağıl, inanc münasibətləri. Bilirsiniz, fəlsəfə, filosof nə axtarır? Həqiqəti. Amma adamın birisi də çıxıb deyər ki, mən bu həqiqəti dində tapmışam. Siz buna bir şey deyə bilərsinizmi? Xeyr. Fəlsəfənin mövzusunu, onun həqiqət arayışını və həqiqət təsəvvürünü filosofsunuzsa əgər, fəlsəfəçisinizsə əgər, fəlsəfəni az-çox danışırlarsa, onu bəlli bir anlayışla məhdudlaşdıra bilməzsiniz. Bunun özü despotizm olar. Həqiqətdə monopoliyaçılıq olar. Anlata bilirəm mi? Həqiqət nədir? Sualının özü də bir mənalı deyil. Məsələn, bu stəkanın həqiqəti fərqlidir. Bu stəkanın həqiqəti maye içilə biləcək bir əşya, bir fenomen olmasıdır. Və ya şorba içə biləcək. Masanın həqiqəti fərqlidir, insanın həqiqəti fərqlidir. Allahın həqiqəti fərqlidir, ruhun həqiqəti fərqlidir. Hər şeyin öz həqiqəti var. Amma bir də bütün bunların hamısını birləşdirən bir həyata məna verən bir həqiqət var. Bu da başqa bir məsələdir. Fəlsəfə ilə din əgər insanı, həyatını mənalandırırsa və o mənalandıracaq vasitəni kimisi Allahda, kimisi başqa daha mənəvi bir varlıqda görürsə, burada bir problem yoxdur. Dinin mütləq bir həqiqət anlayışı ondadır ki, din deyir ki, həqiqət işte bir tək varlıq var, o da Allahdır və siz onun söylədiyinə uymalısınız və s. Fəlsəfəçi sorğuluyur bunu, sual altında qoyur əlbəttə ki, dində iman o şey olur ki, yəni zaten siz onu bilə bilmirsiniz, ona iman edirsiniz. Çünki bilinəcək bir şey üç boyutlu ən azı olmalıdır ki, mən onu biləm, ölçüləri ilə ölçə bilim və s. Amma iman diyeceğim şey ölçülə bilən bir şey deyil axı. Mənim yalın gözümlə və ya nə bilim qulağımla, dilimlə, toxunma vasitələrlə ölçə biləcəyim bir şey deyil. Metrlərlə ölçülə biləcək bir şey deyil. Dolayısıyla ona ancaq inana bilərsiniz. O inancı sizin həyatınızda bir işə yaraya bilər. Mən vacib deyil ki, siz inandığınız şeyi ispat eləyəsiniz. Yəni ispat etməyə bilərsiniz, amma onun sadəcə bu şey haqqında düşünə bilərsiniz ki, yəni mənim inandığım varlıq acaba mənim həyatımda nə kimi rol oynayır və bunun üzərində fikirləşə bilərsiniz. Və fəlsəfəçi də əslində bu mənada bunun axtarışındadır. Elə bir həyat, necə bir həyat yaşamalıyam ki, mən dəysin bu yaşadığım həyat ona. Ki, həqiqi bir filosofun axtarışı budur. Mən necə həyat yaşamalıyam ki, dəysin buna bu yaşayışım. Dindar da eyni şəkildədir. Mən necə bir həyat yaşamalıyam ki, Allah rızasına uyğun olsun, məsələn. Həqiqətə uyğun olsun, yəni bu anlamda. İbn Rüşdün Faslul Maqal adlı bir əsəri var, məşhur bir əsərdir. Hamı bilir bunu ki, ağıl və vəhi münasibətlərinin müzakirəsində olduqca əhəmiyyətli bir əsərdir və mən buna hətta əlavə olaraq Raqib Əl-İsfahaninin Zeriya ilə Məkarimi Şəriət adlı bir əsərini çəkəcəm. Şəriətin ilkələri deyə bir əsərdir. Əslində əsər şəriətin ilkələri deyə yazılır, amma o dövrdəki şəriət anlayışı da genişdir. Orada qeyd edilir ki, ağıl, bax Raqib İsfahani çox gözəl bir söz deyir. Ağıl daxildəki peyğəmbər xaricdən gələn ağıldır. Möhtəşəm bir izahdır, möhtəşəm bir təsvirdir. Müqayisəyə baxın siz. Bu məncə ağılla, yəni ağılla vəhiy, yəni ilahi mesajla insan ağlının məhsulu arasında qurduğu, insan ağlı arasında qurduğu ən gözəl, o dialoqu ən gözəl ifadə edən fikirdir. Və ya İbn Rüşd deyir ki, məsələn deyir ki, biz həqiqəti axtarıq deyək ki, biz indi kainata baxırıq, öyrənirik, müşahidə edirik və s. Təfəkkür, tədəbbür, təaqqül, nəzər, ibrət məfhumları, yəni düşünməklə bağlı olan məfhumların tamamı əslində bizi o həqiqətə götürən şeydir. Və Qurani Kərim kontekstində də baxanda bir neçə ayətdən bilir ki, heç düşünməzlərmi, heç ibrət almazlarmı? Cəmiyyətlərin həyatından nümunələr gətirir, əvvəlki qədim dövrlərdən deyir, düşünməzlərmi, ibrət almazlarmı? Demək ki, inancın özü belə, dinin özü belə ağılla bağlı olan bir məsələdir, düşüncə ilə bağlı olan bir məsələdir. Və fəlsəfənin də təməl alətlərindən birisi ağıldır, düşünməkdir. Bu anlamda ikisi də birləşirlər. Ola bilər gəldiyi nəticələrdə müxtəlifliklər ola bilər, amma hər fəlsəfəçinin gəldiyi nəticə dinə ziddir deyə bir şey deyə bilmərik. Məsələn, Farabi, İbn Sina, Nəsrəddin Tusi, elə öz mədəniyyətimizdən, İslam fəlsəfəsindən. Və ya mən sizə Antonio Ashley Cooper, Shaftesbury, qərb dünyasından, Thomas Reid, məsələn.
Məşhur filosoflardır bunlar. Bunların özünün vicdan konsepsiyasına baxanda, insanın daxili aləmi ilə bağlı fikirlərinə baxdığımız zaman elə bilirsiniz ki, bir dindarın əsərini oxuyursunuz. Yəni Allahın insanın daxili aləminə, müqəddəs bir qüdrətin insanın daxili aləminə müdaxiləsindən gedir söhbət. Və ya Euripidesin qədim Yunan fəlsəfəsi Euripidesin Orastes draması var. Orastes draması nədir? Dağ adamı deyə bir dramadır. Orada yazır ki, insanın daxili aləmində elə bir qüdrət, elə bir şey yaradıb ki, deyir, o deyir öz insanın yaxşılıqlarını üzə vurur, amma pisliklərini söyləməkdən çəkinir, amma bilir ki, pis hərəkət eləyib. Yəni bunun adı nədir? Vicdandır da. Yəni bizim daxili aləmimizdən bəhs edir ki, onu da ilahi bir müdaxilənin əsəri olduğunu deyir. Sokrata baxırıq, orada da daimonion gedir. Yəni daxili aləmimizdəki iç səsimiz, ilahi səs, daimonion, elə deyilmi? Eyi sözü var ya, türklərdə iyi. Eudaimonia, Aristotelin əsərlərində keçən xoşbəxtliyin kökündə də yaxşı sözü var. Yaxşılıq. O yaxşılığı da bizə fısıldayan, bizə təlqin edən daxilimizdə bir mexanizm var. İnsan özü ilə baş-başa qaldığı zaman o iç səsindəki doğru səsin mesajlarını ala bilir. Yəni, bu mesajları almaq üçün də insan müşahidə eləyir, gözləmləyir və s. və dini kitabların da əksəriyyətində, özəlliklə məsələn Quran-ı Kərimə baxdığımız zaman heç düşünməzlərmi, heç ibrət almazlarmı? Düşüncənin özü də digər ibadətlər kimi fərz halındadır, yəni vacibdir. Və digər tərəfdən, zaten bizim ağlımız olmasa, biz insan olaraq, məsələn, İslami dünya görüşünə baxdığımız zaman müsəlman olaraq mükəlləf deyil. Zəif ağıllı insanlara mükəlləf eləyir, şəriət eləyir. Xeyr. O insana mükəlləf edir ki, o insan öhdəlik daşıyır ki, dini öhdəliyi daşıyır ki, dünyəvi öhdəliyi daşıyır ki. O insan ağılıdır, onun qarşısına öhdəlik qoyur və deyir, bu öhdəliyi yerinə getirsən mükafat alacaqsan, yetirməsən cəzalandırılacaqsan. Bu da yenə ağılla bağlı bir şeydir. Yəni, ağıl olmasaydı, Allah Taala dağlara yüklənməyib də insana hansısa bir şeyi öhdəliyi yüklənməzdi. Ağlın əsəridir. Ağılla vəhiy bir-birini təksib etmir əslində. Bəzən olur o ağıl çox şeytaniləşir, çox dərinləşir. Onun da həmin o şeytaniləşmiş ağrını da yaratmış olduğu sivilizasiyanın, insanlığın başına gətirdiyi şeyləri görürük də biz bugün dünyada. Heç ehtiyac yoxdur ki. Telefonlarla dünya evimizə qədər girir, elə deyilmi? Yəni bütün insanlar telefonlardakı məlumatlardan doğru mu faydalanır və ya bunun nəticələri cəmiyyət üçün doğru mu olur? Xeyr. Bu da insan ağlının məhsuludur. İndi din də bizə deyir ki, ey insan övladı, bu şərdən çəkin də, bunu etmə. Dünyada hər şey yaradılıb. Şeytanilər də yaradılıb, mələki olanlar da yaradılıb. Deyirsən, bu dünyada bax, bunu yaratmışam, bunu da yaratmışam. Bundan əl çək də, bunun bu yolla get. O yolla getmədiyin zaman, onu da yenə ağılla düşün, daşın, görəcəksən ki, bu sənin üçün faydalıdır. Ona görə Allahın insan həyatına müdaxiləsi sadəcə sözlü deyil. Həm də eyni zamanda da hadisələrlə müdaxilə edir insan həyatına. Emin bəy, siz məni bura dəvət etməklə mənim vasitəmlə insanların həyatına müdaxilə edir deyək ki, Tanrı, sizin vasitənizlə mənim həyatıma müdaxilə edir. Və mən məsuliyyət hiss edirəm. Burada danışıram və bir məsuliyyət daşıyıram özümə. Məsuliyyət hiss edirəm ki, mən bunu deyirəm, özüm də yaxşı bir insan olum. Tanrının insan həyatına müdaxiləsi bəzən yaşanan müharibələrlə, tarixi hadisələrlə də bəşər həyatına müdaxilələr edir. Yəni deyir ki, gözü aç, bax ki, bax belə oldu, sən də bu səbəblərə vasil olsan, sənin də cəmiyyətin bu vəziyyətə düşəcək. Anlata bilirəmmi? Sadəcə sözlü müdaxilə eləmir, yəni Quran-ı Kərim və digər müqəddəs kitablar kimi. Amma insan övladı dediyi kimi də bir mənalı deyil. Allah Taala özü də deyir ki, "Laqad xalaqnal insana fi ahsani taqvim summa radadnahu asfala safilin." Biz insanı gözəl şəkildə yaratdıq, sonra aşağısına endirdik. Yəni insan aşağısına enəcək potensialdadır. Bəzən deyir ki, insan özü nankördür. Allah Taala'nın dediyi budur. Vel asr innel insane lefi khusr illa allazina amanu ve amilus salihati ve tevassav bil hak ve tevassav bis sabr. İnsan böyük ziyan içərisindədir. İlla allazina amanu şeydən deyir. Yəni insan böyük bir ziyan içərisindədir. Amma deyir nədir? İman edib. Yəni iman etmək nə deməkdir? Güvənmək deməkdir. Nəyə güvənəcəyik? Allahın sifətlərinə. Nədir Allahın sifətləri? Yəni müqəddəs olan sifətləri. Ədalət, sevgi, mərhəmət, sosial ədalət, nə bilim, ruzi verə bilən insan. Yəni Rəzzaq deyirik də Allah düzdür. Onun o hansı sifətlərini ki, insan öz həyatının mərkəzində qoyub onun ətrafında tavaf eləyə biləcək. Bax o sifətlərə malik olduğumuz zaman ona iman etmiş oluruq və güvənirik ki, biz bu sifətlərə sarılsaq, həm özümüzü, həm cəmiyyətimizi xilas edəcəyik. Və səbirli olanlar və yaxşılığı tövsiyə eləyənlər və eyni zamanda onu insanlara çatdıranlar. Əmr bil ma'ruf, nəhy anil münkər. Pisliklərdən çəkindirmək, yaxşılıqlara əmr etmək, pisliklərdən çəkindirmək. Bax bütün məsələ budur. Bunu da fəlsəfəçinin də dərdi budur əslində. Fəlsəfəçinin dərdi xaos yaratmaqdırmı cəmiyyətdə? Xeyr. Mövcud reallığı analiz eləyib, biz bu reallıqdan, bu pis reallıqdan necə xilas ola bilərik? Bunun çıxış yolunu axtarır. Kimisi Sartre olur, kimisi Kant olur, kimisi Farabi, kimisi İbn Sina, kimisi də Məhəmməd Füzuli olur.
Anlata bilirəmmi? Yəni dolayısıyla həqiqət hər beynin laboratoriyasında eyni qalmır. Eynən mən bu suyu bu stəkana tökə bilərəm. Burada fərqli qalar. Boş qaba tökərəm, fərqli forma alar. Həqiqət də belə bir şeydir. Hər kəsin idrak səviyyəsi onu qaldıra biləcək. Onu eyni formanı vermir o həqiqətə, eyni məzmununu daşımır. Fərqli məzmunlarda ola bilər bu həqiqət anlayışı. Önəmli olan hansı məzmunda olursa olsun, o məzmun insanlığı həm fərdi planda, həm ictimai planda uzaqlaşdırmasın özündən. Və belə bir fəlsəfə ilə, belə bir din anlayışı olduqca diyaloq, gözəl bir diyaloq qura bilər. Siz elə düşünməyin ki, sadəcə deyək ki, materialist fəlsəfə dünyaya hansısa bir mənada mənfi təsir göstərib. Doğru olmayan dini dünya görüşü də elə atom bombasından daha təhlükəlidir. Elə deyilmi? Ziyanlıdır. Ona görə dini dünya təsəvvürümüzün də sağlam olması lazımdır. Məsələn, ortaya çıxır müxtəlif məktəblər, müxtəlif deyək ki, cərəyanlar, amma tamam da bu insan ağlının yanaşmasının məhsuludur. Bütün məzhəblər, bütün fərqli fraksiyalar ortaya çıxıb, məsələn, cərəyanların ortaya çıxması insan ağlının, bəşər ağlının yanaşmasının məhsuludur. Bəli. Amma burada problem bu deyil. Problem orada artıq, məsələn, deyək, məzhəbçilikdir. Hansısa bir məktəbçilikdir. Bu nə deməkdir? Mən məktəbini təmsil etdiyim bir ümumi bir anlayışın, məsələn, İslami dünya görüşünün bütün həqiqətlərini endirirəm öz məzhəbimin ya da öz, deyək ki, hansısa bir partiyamın həqiqətinə, dini partiyamın həqiqətinə. Bu yanlışdır. Çünki axı bunu endirə bilməzsən, sən deyə bilməzsən ki, həqiqət ancaq mənəm. Bu yanlış bir yanaşmadır. Belə. Siz bayaq yanlış dini inanclardan danışdınız, dini cərəyanlardan danışdınız. Elə mən bu yerdə şübhə məsələsinə toxunmaq istəyərdim ki, şübhə sizcə insan imanını gücləndirirmi, yoxsa ona ziddirmi? Ümumiyyətlə, şübhə gözəl bir şeydir. Çox da şübhəçi olmaq lazım deyil. O da bir xəstəlikdir. Belə deyim. Bugün bəzi olur da, məsələn, deyək ki, çox şübhəçi ailələr də heç davam edə bilmir. Çox şübhəçi olan dostluqlar da davam edə bilmir. Amma şübhə etmək gözəl bir şeydir. Çünki səni həqiqətə yaxınlaşdır. Zaten dünyadakı bütün o dünya görüşünün, geniş dərin dünya görüşünün formalaşmasının tarixinə baxdığımız zaman, yəni düşüncə tarixinə baxdığımız zaman iki təməl amil var. Biri şübhədir, biri müşahidədir. Yəni müşahidə eləyir, bir də şübhə eləyir. Müşahidə eləyir, deyir ki, bu filan şeydir. Şübhə eləyir ki, acaba bu gerçəkdən də filan şeydirmi? Məsələn, bizə cəmiyyətdən təlqin edilən müəyyən anlayışlar var. Məsələn, deyək ki, böyük gəldin, ayağa qalx. Ayağın üstünə qoyma böyüyünlə qarşı-qarşı oturanda. Ağzında saqqız olmasın. İçəri girdin, salam ver. Görüş. Və s. kimi. Və ya çox danışma. Bunlar elə yerlər var ki, orada izafidir. Orada keçici ola bilər. Amma bu ümumilikdə bəzi o, belə deyək də, istisnalar ümumi qanunu ortadan qaldırmır. Hökm ortadan qaldırmaz. Bəzi istisnalar ola bilər. Amma ümumilikdə bizim yanaşmamız budur ki, fikirləşirik. Acaba doğrudan da mı böyük danışanda kiçik susmalıdırmı? Susmalıdırsa harada susmalıdır? Əgər filan yerdə gerçəkdən də böyük danışır, amma yanlış danışır, amma yanlış yönləndirir, orada gerçəkdən də susmaq fəzilətdirmi? Yoxsa qəbahətdir? Bax, bütün bunlar şübhəçi xarakterimizdən, düşüncəmizin şübhəçi xarakterindən irəli gəlir. Şübhə etməsə zaten insan öyrənə bilməz. Məsələn, biz əslində bu metodu, məsələn, Həzrət İbrahim deyir, günəşə baxdım, o söndü, o mənim Allahım deyil, nə bilim, aya baxdım, ulduza baxdım. Beləliklə təqlidi imandan təhqiqi imanın üstünlüyündən bəhs eləyir və başqalarına da bunu göstərir ki, yəni baxın, müqayisə eləyin, görün nə var, nə yox. Əslində Allahın özünün də metodu budur. Yəni dini prizmadan baxdığımız zaman da biz şübhəci metoddur, yəni müəyyən mənada deyir ki, və müqayisəvi metoddur. Deyir ki, baxın deyir filan qövmün deyir hərəkətlərinə. Sonra başlayır onunla bağlı hekayəni anlatır. Sonra deyir ki, bunda ibrət alanlar üçün böyük dərslər var. Yəni heç düşünməzlərmi, heç ibrət almazlarmı deyir. Anlata bildim. Şübhə edirsən, şübhən əsasında nəyisə müqayisə edirsən və müqayisə əsasında nəyisə öyrənirsən. Çünki insan əslində əskikliklərin vəhdətindən nəsə bir şey çıxarır da, yəni özü üçün. Məsələn, biz uzunu qısaya görə bilirik, incəni qalına görə bilirik. Anlata bildimmi? Hündürü alçağa görə bilirik. Müqayisə edirik. Mənəviyyatını mənəviyyatsıza görə bilirik. Hamısını müqayisə edirik. İki qütblüdür. Və şübhə etmək zaten bu iki qütblüyün qaçılmaz bir cəhətidir.
Yəni kütüblük varsa orada şübhə olacaq. Bu mu, o mu deyə. Anlata bildimmi? Şübhə problemli bir şey deyil, amma çox şübhəçi olmaq yanlış bir şeydir. Məsələn, şübhə olmasaydı cinayətlər açılmazdı. Şübhə olmasaydı həqiqətlər üzə çıxmazdı. Şübhə olmasaydı doğru nədir üzə çıxmazdı. Anlata bildimmi? Sorğulayaraq məncə nəylərəsə nail olmaq, vasil olmaq mənə görə daha yaxşıdır. Və bunun da əgər təməlində şübhə yatırsa, müqayisə yatırsa qoy yatsın. Heç bir problem deyil. Çox sağ olun Anar müəllim. Buyurun. Təşəkkür edirik. Gəldiniz bu gün bizimlə çox dəyərli fikirlərinizi bölüşdünüz. Əlavə bir sualınız bizə. Mən də təşəkkür edirəm. Çox sağ olun. İşlərinizdə uğurlar arzulayıram. Gözəl bir əslində layihədir bu. Gənclərimiz, özəlliklə izləyicilər də var. Təbii ki, arzu edənlər izləyir. Bu ən azından qısa bir müddətdə də olsa hansısa bir qığılcımı oyadırıq. Oyada biliriksə də gerçəkdən də nə xoş bizə. Və bu eyni zamanda böyük bir həm də fəzilətli bir işdir. Gerçəkdən çox fəzilətli bir işdir. Zaman ayırırsınız. Qonaqlar dəvət edirsiniz və açıq deyim, insan danışanda elə özü də öyrənir müəyyən şeyləri. Mən öz adıma deyirəm. Ona görə də sizi dəstəkləyirəm. Çox gözəl bir layihədir. Uğurlar arzulayıram sizə və kollektivimizə. Eyni zamanda bu demək ki, verilişi ərsəyə gətirən operatorlarımıza da təşəkkür edirəm. Onlar səhnə arxasındadır. Onların da əziyyətlərini Allah Taala yerdə qoymasın. Təşəkkür edirəm. Çox sağ olun, var olasınız. Beləliklə əziz izləyicilər, podkastımızın sonuna yaxınlaşdıq. Sağ olun, özünüzə yaxşı baxın.